Kənd mövzusuna gələndə ən çox sevdiyim kənd mövzusudur, çünki özüm kətçiyəm. Kim kənddən dəlin qaldıra bilərmi? Baxın, bir dəqiqə düz istəyirəm. Kənanın bir tərəf kənddən yarımçıq qaldırımsan ona görə. Əslin danan nadandır, şəxsən mənə görə. Əslini niyə danırsan ki? Elə adam var, soruşsan ki, haralısınız? Əsas da xanla bilir. Bakıda qam, nə olub ki? Nə olub ki? Gülnara oldu, gül yapsı oldu şəhərli. Gül. Bir də Bakıda bir-iki küçə var. Yəqin ki, keçmişsiniz o küçələrdən. Yəni, o küçə ilə gedəndə orada belə çox vaxt xanımlar gəzir. Balaca itlərlə. İtlər də kostyumda zaddadır. Çox gözəl, bahalı materialdan. Onlar bir 650 manatlıq aşağısı şampunla çimirlər o itlər. Yəni, onlarla gedirlər. Yəni, həmin küçədən keçəndə Azərbaycanca danışsan, daldan tuşqa sözünü düz bax, buradan geyindirirlər. Çalış danışma, sakit. Danışanda özü bir təqdim edirsən. Niyə belədir bilmirəm. Məncə Azərbaycanda yaşayıb Azərbaycanca danışa bilməyən adam ən böyük tuşqadır, razısın mı? Belə çıxır ki, onda hansı rus ingiliscə bilmirsə tuşqadır, başım çıxmadı. Mən də belə baxıram bu işə. Və maraqlandım o insanlardan ki, yəni niyə görə də, yəni bu qədər rusca danışmaq lazımdır. Yəni bir dil olaraq insan nə qədər dil bilsə, o qədər insan deməkdir. Mənə də bu nəsiyyət olaraq deyirlər. Amma bu qədər vacibdimi, yəni bir şey tapmışam. Bunu kimə görsəz deyərsiniz. Bunlar hardasan? Hardasan sözünə necə deyirlər? Xardasan. Xardasan. Xəstələnmişsənə deyirlər. Xəstələnmişdir. Həstələnmiş. Yəni, bunlar hı da deyə bilir, xı da. Bunu niyə yerində demirsiniz? Dil zənginliyinə gələndə mən maraqlandım. İndi sual verəcəm. Dedim ki, bəs niyə görə yəni, bu qədər bu dili sevirsiniz? Öz diliniz qalıb bir qırağa təəssüf. Dedilər ki, dil daha zəngindir, rus dili. Və mən bir humorist olaraq müşahidə qabiliyyətim bir balaca daha həssas olduğuna görə bir çox sözləri araşdırdım və tapdım ki, bunu mən nə vaxtsa istənilən Azərbaycanımla müzakirə eləyə bilərəm. Müzakirə başlayır. Gəlin görə kimin dili zəngindir? Yəqin ki, baxacaqlar onlar da bu verilişə, bu hissəsinə mütləq baxacaqlar. Ağ, ağ. Ağ rəng, məsəl üçün. Ağ rusca necə gedir? Ay maşallah. Amma çoxlu tuşqa var, bunu etiraf eləyəcək adam. Zaramat edirəm. Yaxşı, bu Azərbaycanca ağ, rusca bel oldu da. Sonra Azərbaycan dilinin zənginliyinə bax. Ağappaq. Buyur. Hə? İnşallah qapınıza xeyirşə gələk. Varmı ağappaq? Düm ağ. Düm. Dümün qadasını alaram. Sən dümü tərcüm elə, məndə belayı var. Qoyacam yanımda yəni. Yaxşı, düz. Priyama. Düppədüz. Dümdüz. Biri də var. Düppələmdüz. Allah. Düppələmdüz. Biri də var elə, düppələmdüzüləməsinə. Bir dəfə Şəmkirdən gəlirdim, səhv eləmirəmsə, Gəncədə təsadüfən. Dedim ki, gördüm, maşın sürənmirəm, həqiqətən yorulmuşam. Dedim, burada otel nəsə olsa belə bir gecəlik qalaq, səhər tezdən çıxarıq yola da. İstirahat elə, çox gərgin bir məclis idi. Başımı çıxartdım belə, pəncərədəki qardaş üzr istəyirəm. Yox, əsl bu tərəfdən. Bu qardaş, burada otel, qardaş da belə, yəni yarıya kimi belə girdi pəncərədən içəri. Çöldən göstərmir ki, azaram. İçəridən göstərir, düz bax, çənə skorusun tuşundadır, bax belə. Belə, oğəli, bax, belə, bax, burayla, o belə düb balam düzüləməsinə gedəksən.
Svetofor görəksən. Svetofordan sola dönəksən, orayla, Mervan qavağıyla, baslanmadan edib, balam düzləməsinə gedəksən. Dedim, ha, Gəncədən çıxdım, ha, indi gəlmişəm, Gəncəyə qurban olursa. Öz dilimizin şərəfinə, ana dilimizin şərəfinə bir alıdır. Və kənd mövzusuna qayıdıram. Bunu şəhərlər, şəhərdə yaşayanlar daha doğrusu etiraf eləyərlər. Mənə də olmasa özlərində etiraf eləyərlər ki, doğrudan da axır vaxtlar çox böyük bir qəribəlik yaranıbdır. Bilmirəm nədən. Yəni, ailə büdcəsi, vəziyyəti, aşağıda yuxarı bir fərq eləmir. Gələn adamın üçü hamı əlinə baxar elə bilir. Görüm nə gətirir. Baba Sunkayla gəlmişsiniz də, ay, xoş gəlmişsən, nə xədələt verirdi, nə ki? Ver, başqala dinləyə. Zəif gələn adam elə zəif də qarşılanır qapıda. Xoş gəlmişsən, hə, gəl. Özü getdi, hara gəl, gözlə də bir. Dostum vardı bir yaxına, danışdım, deyirəm, ay qardaş, nə var, sən niyə görsənmirsən? Ay, deyirəm, sən Allah, başım problemlər bir yandan, dayım da 3 gündür bizdədir, mazqımı qara verir. Dayım, hə, nə olar şəhər mütü, amma kənd? Qurban olaram kənd. Nə vaxt gedirsən, pozitiv enerji alır insan. Heç nə yoxdur, amma hər şey var kimi görsənir. Razısınız mı məndən? Pozitiv enerji alır insan, hər bir insandan. Hamı gülür. Ne dersən, nə var, nə yox, verirsən? Sən də belə qanı qara qucaqlayırsan. Hayır, sən danışdırır ki, hep danış görüm, nə var, nə yox, nə edirsən? Bir də bu şəhərlərin bir sözü var, o kənddə evə girən kim belə, bəh, cənnətdəsiniz, kef edirsiniz, şəhərdə batıb qırılırıq, qırılırsa kök kəndə də, mən nə edibsə? Yaxşı, gəlindi görək, kim cənnətdədir? Həmin o barmağı, dırnaqları peynli olan o kəndçi, onu sənin gözünə soxsun, görə kim cənnətdədir. Ged orada bir qucaq odun gətir, vur təndirə, təpəsi aşağı, belə gir təndirə. Sonra gid o dağın döşündən axşam tərəfi yenə bir şələ odun gətir, fırlananda da gəl canavarla deyən göz-gözə. 3 qat sarılıq keçir, düş pinkoda. Pinko. Heç kim aça bilmir, sən ondan sonra 40 dənə çıldağa var, dəxli yoxdur. Getdi, sarılıq işlədi qana. O cənnətdir, bu cənnətdir, qardaşım. Orada çəkilən əziyyət qədər mən inanmıram şəhərdə kimsə əziyyət çəksin. Hamısı purtla purt 2 dəfəyə basanda da məsəbləşirik, o qədər tənbəlləşmişik. Hədə tüt. Bir daha belə bir şey, şey vardı. Bu ancaq bizdədir, mən inanmıram ki, başqa bir yerdə olsun. 4000, 5000 manatlıq televizorun pultunu belə işlədən görmüşəm, mən dizilə vururum. Buna 2 dənə batarya qal qoydu, 40 qəpikdir də, buna da, fırlat. 2 dənə batarya qal, söhbət bağlansın da. Kənddə özəlliklərdən biri odur ki, ən böyük özəlliklərdən. X5-dən düşənə, eşəkdən düşən təsəlli verir. X5-dən düşən belə, kreditizanda verəm, mən bilsən nə qədər içir, o belə, narahat olmaya yaxşı olacaq hər şey. Mən getdim bunlar. Ay, içir alma da, qardaş, kimsə deyir ki, o qədər içənini al. Sən də ki, bizdə o qədər moddur ki, birinci soruşmur, can sağlığı ilə, mübarək də maşın deyir, nə qədər içir, nə lazımdır, nə qədər içir. Maşın mənim də özü billər, nə qədər içir. Bir də ən gözəl, kəndin ən gözəl atmosferlərindən biri. O, bayaq dedim, o evə gələndə şəhərlilər əlinə baxır, amma kənddə nə maşını ilə gedirsən, git bagajını doldurub yola salırlar. Həyətin ən böyük figuralı xoruzu, Kənan başı ilə belə bilir, razılaşırlar artıq, bilirəm, hamı razıdır. Xoruzuna kimi, figuralı xoruz, zat, gəla, qoyun, zat, həqiqətən alım, sağ olun, tez-tez gəlin. Onu da həqiqətən sirq ürəkdən deyirlər, tez-tez gəlin. Yatmaq məsələsi var ki, mən özüm də kəndçi balasıyam, ən gözəl qonaqlar üçün elə bir yer salınır, indi onu divana ən çox onun üçün təvil gətirdirmişik bugün, Karacadan. Demək nədir? Yastıq döşəkdən qalındır. Yəni, o get yat deyil də, get otur. Yerinizi salmışam, gedin oturun. Yatını sal. O döşəyin, o yastığın da üzünə elə bir materialdan üzdük çəkirlər ki, ondan Bakıda yoxdur, axtarmayın. Onu aptavoy kimsə gətir, orada dağıdır, gedir. Kimdir? O adamı tutmaq lazımdır, həqiqətən.
Ya gətir deyir, elə bundan başqa parça yoxdur, andasan, sırıyıb çıxır git. Onu bəy tərifində atırlar bəyin boğazına, 50 santı, 50 santı. Hə, bunu 2 metr ilə at, uşağın boyuyla uşağı bir şey eləsin də. Yar sondan səhərə kimi güləşirsən yerin içində. Yastıqla, döşəklə. Bax, ağzın buradadır. Plastina yığıldı. Plastina üzdü. Elə bunu yığırsan bu qatır. Yastığı ısırsan bu qatır. Səhərə kimi döyüş gedir. Bir də görsən ki, xoruz banladı, sabahınız xeyir olsun. Durumuzda nətər yatdınız bala, yatdıq ki, səhərə kimi oturmuşuq da, güləşirdik. Döşək problemi ümumiyyətlə Azərbaycanda çözülməyən problemlərdəndir. Bu da, yəni, hər kəsən yenə edirəm, hər kəs özünə götürməsin, çox belə agresiv insanlar var, bizdə elə deyil. Ben səndən deyiləm ki, sən nə bilirsən başqasında elədir, yoxsa elə deyil. Bütün dünya, Avropa, ən çox da Avropa biz, yəni artıq Avropalı sayılırıq həqiqətən, matrası qəbul eləyib, Azərbaycan matrası qəbul eləmir. Əvvəllər belə idi ki, Sovet dönəmində taxta alırdım, boş taxta, elə bir iki dənə reykaydı, üstünə döşəyin atıb yatırdın. İndi alırsan üstündə bu boyda matras var, qan dövranı belədir, ay nə bilim, bel ağrılarına köməliyir, ayaq ağrılarına köməliyir, yox. Anama deyirəm, ayana, üstündən döşək olmalıdır, mütləq. Matrasın üstündən döşəyi. Ha, niyə? Söyüqləyarsan. Niyə söyüqləyən? Bu nədir? Ventilator, nədir? Matras, daha mı bunun üstündə yatır da? Maraqlandıq, tapdıq. Yanaşmamız gözəldir, alqışlayacaqsınız axırda arxayla. Ha, indi yox. Qəşək ürəyinizcə olanda inşallah. Japonlar, Çinlilər, ən çox bu texnologiya, dünya demək olar ki, bunlardan bəhrələnirlər. Nədir bunlarda? Çörək məmulatlarından çox az yeyirlər. Dəniz məhsullarından çox istifadə edirlər. Yatanda çox bərk yerdə yatırlar. Yəni bizim dilin gözümüzdən baxanda çox bərk yerdir. Onurğa sütununa görə, bütün əsəb sistemi burada yerləşdiyinə görə, həkimlərdən duyduğuma görə, sonra deyəcəklər, həkimlərin də işinə qarşılayır bu. Başında altına belə yastıq yox, belə bir şey qoyurlar boyun ardına. Ki yatanda, rahat yatanda, qan dövranı, bax belə işləyir. Bizdə nədir problem? Təxmin elə özümdən götürdüm. Gecə 3-də gəlirik evə, xaladınla yatırsan, acından ölürsən. Böyle paramoy ölür ya nədənsə, bilmirəm. Yəni acımışam deyən yoxdur, öldü ya acından. Haqqı elədir, buna yanaşma, öldü ya. Xaladınla açırsan soyuducunu, qəşəng küftə var. Amma qızdırmağa axot yoxdur, çünki gecdir. Elə onu babat 2 dənəsini əlinlə, bir də gedir çəngəl götürən. Zabot çörəyinin arasına belə tökürsən, bir dəm də elə belə açsa qavzıya. Özünü dönərin, yi. Nə tər yeyirsənsə, özünün öz qulağına, öz şok çıxırın səsi gəlir. Çık, attı. Tam şey yer yoxdur. Bir də hər elə fırlanırsan ki, gedim yatır. Uzananda da döşək qucaqlayır, o qədər qalın döşəkdir ki, qucaq həqiqətən də döşəyin qucağına gedirsən elə bilir. Bizə elə gəlir, o qalında döşəkdə yatan adamlar elə bilir ki, qəşək yatmışam da, yumuşaqdır, qəşəkdir. Amma kənardan baxanda, qrafika gözü ilə baxın, yatış budur. Buyur. Ən bərk yer döşəkdədir, amma uzanış budur. Bu vəziyyətdə qan sənə hörmət eləyib bir dəfə fırlanar gecə. Maksimum 2 dəfə, 3 dəfə, hamısı gəlir, yığılır göbəyə. Ona görə bütün Azərbaycanlılar tezdən işə gecikir. Vaxtında durur, budullu qurub durur. Ayıla bilmir evin içində. Adam var, üzünə su vurmur ki, ayılaram. Sağda baxır, 5 dəqiqə gözümün atısını harda alım. Girib ayaq yolunda boş-boşma belə bir 20 dəqiqə oturan adam var. Boş! Çünki ayıla bilmir, gərək beyin qanla təchiz alınsın ki, bu adamın gözü açsın ki, hayır mən gecikirəm, durum çıxır. Adam var, bir təhər durur, çıxır, adam da çatdıra bilmir, təzdən yuxu aparır, çərdir. Baltayla aralayıb çıxarılırsa, çıxan kimi də belə, nəsəs şüydə, nə olur, nə olur,
Məncə bu qədər bugünlük bəs eləyək. Minnətdaram hər kəsə bir daha gəldiyinə görə. İnanırıq ki, sağlıq olsa, Allah can sağlığı versə hər birimizə və beynimiz iti işləsə hal-hazırdakı kimi hər həftə görüşmək imkanımız olacaq. Minnətdaram hər birinizə. Gözəl qonaqlarımız olmaq şərti ilə bütün tamaşaçılar önündə baş əyirəm. Təşəkkür edirəm. Çox sağ olun.